Zəbur 107-ci məzmur. Rəbbə şükür eləyin, ona görə ki, yaxşıdır. Çünki məhəbbəti əbədidir. Qoy belə söyləsin Rəbbin xilas elədikləri, düşmən əlindən qurtardıqları, şərqdən, qərbdən, şimaldan və cənubdan, ölkələrdən topladıqları. Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar. Yaşamaq üçün heç bir şəhər tapmırdılar. Aclıqdan, susuzluqdan canlarının taqəti getmişdi. Onlar dara düşəndə Rəbbə fəryad elədilər. Rəbb onları dərdlərindən qurtardı. Yaşamaq üçün onlar bir şəhərə çatanadək onları düz yolla apardı. Rəbbə şükür eləsinlər məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrinə görə. Çünki o, susuzlara doyunca su verər, acları bol neymətlərlə bəslər. Bəziləri əsir düşüb zülmətdə yaşayırdı. Zəncirlənib qaranlıqda, əziyyətdə qalırdı. Çünki Allahın sözlərinə qarşı çıxmışdılar. Haqq Taalanın məsləhətinə xor baxmışdılar. Ona görə ağır işlə onların ürəklərinə əzab verdi. Yıxılanda heç kim onlara kömək eləmədi. Onlar dara düşəndə Rəbbə fəryad elədilər. Rəbb onları dərdlərindən qurtardı, onların buxovlarını qopardı. Zülmətdən, qaranlıqdan çıxardı. Qoy şükür eləsinlər Rəbbə məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrinə görə. Çünki o, tunc qapıları qırar, dəmir cəftələri qoparar. Bəzilərinin ağlı çaşıb üsyankar oldu. Təqsirləri onları zülmə saldı. Hər yeməkdən iyrəndilər, ölüm qapılarına yaxın gəldilər. Dara düşərkən Rəbbə fəryad qopardılar. Rəbb onları dərdlərindən qurtardı. Kəlamını göndərib onlara şəfa verdi. Məzara düşməkdən onları xilas elədi. Rəbbə şükür eləsinlər məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrinə görə. Qoy şükür qurbanlarını təqdim eləsinlər, əməllərinə mət oxuyub bəyan eləsinlər. Bəziləri gəmilərlə dənizlərdə üzdülər, dəryalarda böyük işlər gördülər. Orada Rəbbin əməllərinə, dərin sularda elədiyi xariqələrinə şahid oldular. Çünki onun əmri ilə qasırğa qopdu, dənizin dalğaları qalxdı, gəmiçilər göyə qalxıb dərinə enirdi. Qorxudan canları əldən gedirdi. Onlar sərxoş kimi yırğalanıb səndəliyirdi. Ağıllarına heç bir çarə gəlmirdi. Onlar dara düşəndə Rəbbə fəryad elədilər. Rəbb onları dərdlərindən qurtardı, qasırğanı yatırdı, sükut gətirdi, dalğaları sakit elədi. Sakitlik yarananda onlar çox sevindilər. Rəbb də onları istədikləri limana çatdırdı. Rəbbə məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür eləsinlər. Qoy onu xalqın toplantısında ucaltsınlar, onu ağsaqqallar məclisində həmd eləsinlər. O, çayları qurudub səhra eləyər, bulaqlar olan yeri quraq çölə döndərər. Orada yaşayanların pisliyinə görə münbit torpağı şoranlığa çevirər, səhranı gölməçəyə döndərər, quraq torpaqdan bulaqlar çıxardar. Oranı verər ki, acdar məskən salsınlar. Yaşamaq üçün özlərinə şəhər qursunlar, tarlanı əksinlər, üzümlüklər salsınlar, bol məhsul götürsünlər, onun xeyir duası ilə törüyüb artırlar, heyvanlarının sayı azalmır. Sonra əzabdan, darlıqdan, bəlalardan onlar azalıb alçaldılan an, Rəbb əsilzadələrin üstünə həqarət yağdırar. Onları sonsuz çöldə sərgərdan dolandırar. Amma fəqiri zülm altından qaldırar. Övladlarını sürü kimi çoxaldar. Bunu görən əməli salihlər şad olar. Fitnə söyləyən ağızlarsa yumular. Kimin ağlı varsa, qoy buna fikir versin. Qoy Rəbbin məhəbbətini dərk eləsin.